Yayın gəlişi ilə süfrələrimizi bəzəyən ən sevilən nemətlərdən biri də tutdur. Hazırda xüsusilə ağ tutun ən şirin, ən şirəli vaxtıdır. Uşaqlıqdan yaddaşımıza qalan bu meyvə təkcə dadı ilə deyil, faydalı xüsusiyyətləri ilə də seçilir. Ağacdan dərildikdən sonra uzun müddət təzə qalmayan tut, elə buna görə də mövsümündə dəyərləndirilməli meyvələrdəndir. Ağ və qara tut vitaminlər, minerallar və antioksidantlarla zəngin təbii qidalardandır. Tərkibindəki faydalı maddələr orqanizmin güclənməsinə, immun sisteminin dəstəklənməsinə və enerji artımına kömək edə bilər. Xüsusilə dəmir baxımından zəngin olması səbəbindən qan dəyərlərinin qorunmasında faydalı qidalardan biri hesab olunur. Tut həmçinin ürək-damar sağlamlığı üçün faydalı olan maddələr, göz sağlamlığını dəstəkləyən vitaminlər və dərinin qorunmasına kömək edən antioksidantlarla zəngindir. Qurudulmuş tut da ilin digər aylarında bu nemətdən faydalanmaq üçün gözəl seçimdir. Xalq arasında tutun yarpağı, şirəsi və qurusu da müxtəlif məqsədlərlə istifadə olunub. Təbii dadı, xoş ətri və zəngin tərkibi ilə tut əsrlərdir Azərbaycan süfrələrinin sevimli meyvələrindən biridir. Bəzən ən qiymətli nemətlər uzaqlarda axtarılır. Halbuki öz həyətimizdə, bağımızda yetişən bir ovuc tut bizə həm gözəl xatirələr, həm də təbiətin verdiyi sağlamlıq bəxş edir. Mövsümündə bu gözəl meyvədən ölçülü şəkildə faydalanmaq lazımdır.